Elektrik hara, kollektor hara. Nə əlaqə? Gəlin mən sizə izah edim. Bu kollektor sistemidir. Bu başlıqlar sadə başlıqlar deyil. Bunlara debimetrli, el arasında iynəli kollektorlar deyilir. Bu hava perijorudur. Sistem havanı bu periyorlar sayəsində atır. Bu debimetrli başlıqlar sayəsində sabah mənzildə döşəmənin bir tərəfi isti, bir tərəfi soyuq olmur. Başa düşdüm, amma yenə elektriklə əlaqələndirmədim. Azca səbirli ol, sənə məzəli. Gəlin. Müasir və premium təmirlərdə hər otağın temperaturunun ayrı-ayrı verimi olur. Məsələn, yataq otağında isti döşəmənin temperaturunu 21 dərəcə, eyni anda qonaq otağının temperaturunu 23 dərəcə verə bilər. Məsələn, əvvəlki zamanlardakı kimi kombidə bir temperatur seçib, bütün otaqları eyni dərəcədə saxlamır. Bu temperaturu da burada yerləşdirilən termostatların sayəsində tənzimləyəcəyik. Burada temperatur döşəməyə atılmış datçiklər sayəsində ölçülür. Bu termostatda olan temperaturu kollektorda yerləşdirdiyimiz başlıqlar tənzimləyəcək. Buna görə də kollektora əlavə elektrik xətləri çəkirik. Əvvəlki işlədiyim şirkətdə belə şeylər etmirdilər, amma onlar da premium təmir edirdilər. Onlar premium yalancılarmış onda. Premium təmir elə bunlardan başlayır. Hələ bu görünən hissədir. Bunları eləməyən şirkət Allah bilər altdan nə haqqalar verir. Yaxşı ki, o şirkətdən çıxmışam, bu şirkətdəyəm onda. Yaxşı ki.